Deməli, gətirirəm bax buradan, bax buradan ikinci damadan dayanıram. İkinci damadan mən bunu dartıram aşağıya doğru. Bax, xəttdən dururam, bunu aşağıya doğru dartıram. Bu xəttdən dururam, bunu aşağıya doğru dartıram. Çəkdim bunu aşağıya. Bax, bura gördünüz neynədir? Biraz böyüdür. Bura böyüyəndən sonra bura yazıram sıra nömrəsi. Sıra Alt Enter. Bax, vururam Altla Enteri yazıram nömrəsi. Sıra nömrəsi sözünü yazdım. Bura vururam. Yazıram işçilərin, yenə yazıram. Bax, işçilərin Alt Enter adı. Yazıram işə, məsəl üçün, tarix yazıram bura. Tarix qeyd edirəm. Yazıram bura. Məzuniyyətə Alt Enter çıxılacaq vaxt. Buradan bu Azərbaycan dilində yazaq. Məzuniyyətə çıxılacaq vaxt. Belə bir şey yazıram. Buranı birazca böyüdürəm. Buranı belə böyüdürəm. Burada götürürəm, yazıram. Üstədə bax, bu tipdə yazıram. Bura gətirirəm, yuxarıdan yenə. Misal üçün, mən bunların yenə davamiyyətlərini yoxlamaq istəyirəm. Yuxarıdan bunları belə yenə kiçildirirəm. Bax, buranı belə kiçildəcəm, buranı belə kiçildəcəm, buranı belə kiçildəcəm, buranı belə yuxarıdan bir 10 dənə dama deyək də, bir 10 dənə damanı kiçildəcəm. Bunu əslində bir-bir də kiçildə bilərsiniz. Əgər çətin gəlmirsə, bunu ən rahatı belə eləyə bilərsiniz. Y-nin üstündən belə vurub, və Y-nin üstə belə vurub. Bunu darta bilərsiniz sağa. 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə daman belə seçə bilərsiniz yuxarıdan. Sonra buradan dayanıb, bax, buradakı xəttdən dayanıb, bu orta xəttdən dayanıb, buranı belə kiçildə bilərsiniz. Və gördünüz, buranı belə kiçiltdim. Bax, fikir verdiniz, belə kiçiltdim. Buranı belə böyüdə bilərəm. Bax, buranı belə kiçildib, buranı belə böyüdə bilərik. Mən buranı belə kiçildib böyüdə biləndən sonra bura tarix yazıram. Yazıram 01, 02, 2026 tarixi yazıram. Və bu tarix görürəm D işarəsi verir. D işarəsi yaranması səbəbi o idi ki, məlumat xanayı neynəmir, yerləşmir. Deyil. Gəlsin. Burada gətirirəm. Burada işarə üstə belə vururam. AB üstə belə vururam. Burada bu işarə üstə belə vururam. Ha. Burada gətirirəm. Bunun üstə belə vururam. Bunun üstə belə vurandan sonra AB üstə bax, burada AB var. Rotate text up. Bu sözün üzərinə belə vururam. Bu tərsinə belə fırlanır. Bax, fikir verdiniz. Burada bunun üstə belə vursam, rotate text up bu tərsinə fırlanır. Sonra bunun üçüncüsündən dayanıram. Bir 10 dənəyə qədər 10 günə görə. Ctrl basılı tuturam, çəkirəm sağa. 2, 3. Və Ctrl basılı tuturam. Ya Ctrl-suz belə eləyirəm. 7, 8, 9, 10 gün. 10 günə görə görsün nədir? Tarixləri belə sıralamış oldu. 10 günə görə sıraladım. Tarixlərlə yazdım və tərs yazdırdım. Gətirirəm, buranı bir də belə eləyirəm. Yuxarını seçirəm, yuxarını seçirəm. Bu yuxarını birləşdirirəm. Merge Center. Yazıram 10 günlük iş qrafikası, iş qrafiki. Bu sözü yazıram. Burada indi siz təbii ki, özünüzün kriteriyalarınıza görə də yaza bilərsiniz. Artıra da bilərsiniz, azalda da bilərsiniz. Nə istəsəz necə deyim, iş mühitinizin, öz iş qaydalarınıza görə yaza bilərsiniz. İndi mən bunu bu formada yazıram. Gətirirəm, bax, bir dənə də belirləm. Bura sıra nömrəsini yazıram. 1, Enter. Birin üçüncüdən dayanıram, bax, üçüncündən. Dayanıram bunun üçüncündən. Basılı tuturam, çəkirəm aşağıya. 4, 5, 6, 5 nəfər götürürəm. 5 dənə işçi götürəcəm. Bura götürəcəm, işçilərin adını yazacağam. Jalə Əlizadə. Görürsünüz, neynədir? Bu damağı keçdi. Gəlirəm, mən yuxarıda dayanıram. B xəttində dayanıram, bunu çəkirəm sağa, buranı böyüdürəm. İlqar Həsənov. Böyüdürəm yenə bunu yuxarıda. Orxan Qarayev.
Böyüdürəm yenə yuxarıdan. Aytat Vəliyeva. Bir də yazıram Kamilə Babayeva. Böyüdürəm yenə bunu yuxarıdan. Bunu da yazdım. Bura işçinin hansı tarixdə işə qəbul olduğu tarix yazmaq istəyirəm. Belə bunu yazıb işə qəbul olduğu tarix, işə qəbul alt enter tarixi. Söz yazıram bura. İşə qəbul tarixini yazdım və cəhdidən bura yazıram. Və bura vururam, yazıram ki, onu 3-cü ay 2025. Bu tarixi bura yazdıq. Burada götürürəm, yazıram 8-i 1-ci ay 2025, 6-sı 6-cı ay 2025, 7-si 4-cü ay 2025, 10-u 2-ci ay 2025. Tutaq ki, bu tarixlərdə işə çıxıblar. Tutaq ki, məzuniyyət günlərini ya 2026, buradakı 25-ləri 26 edeyim. 2025-ləri də 2026. Ha, indi bax. TAS deyirəm ki, bu işçilər 100 gündən sonra məzuniyyətə çıxacaqlar. İndi buradakı yazdığım şeylər tam həqiqət təşkil etdirmir, tarixləri falan yazmışam. İndi ola bilər ki, səhv yazmışam bəzi tarixləri. Amma ən azından artıq məlumatımız yaranmalıdır ki, biz bilək ki, bunları nə tipdə işləməliyik. Bax, deyirəm ki, qardaş, bu adamlar 100 gündən sonra məzuniyyətə çıxa bilərlər. Yazıram ki, bərabərdir. Bu tarix üstə gələk 100. Enter. Bu tarixdən 100 gün sonra hansı tarixə düşürsə, bu bizə göstərəcək ki, bu adam filan vaxtda məzuniyyətə çıxa bilər. Sonra ikincidən tu aşağı çəkilir. Yəni, bunlar da bu tarixdən sonra məzuniyyətə çıxa bilərlər. Bunlar da bizə göstərəcək. Sonra gətirirəm burada bəzi damalara plus yazıram, bəzi damalara minus yazacağam. Yəni, plus odur ki, tutaq ki, bu həmin gün olub, yoxsa olmuyor. Plus yazıram, bax, plus yazdım, bu biri damaya vuranmıram. Plus yazandan sonra bu elə bir şey, mən düstur mənimsədirəm. Plus yazandan sonra enteri vurmalıyım. Plus yazdım, enteri vururam. Burada dayanıram. Buranın küncündən tuturam. Bax, küncündən. Küncündən dayanıram. Dartıram bunu bir dənə sağa doğru. Dartıram bunu bir dənə də aşağıya doğru. Minus yazıram, enter. Minus yazıram, enter. Burada bəzi yerlərə minus yazıram, enteri vururam. Plus yazıram, minus yazıram. İstəyirəm, harada plus varsa yaşlı rəngdə rənglənsin, harada minus varsa qırmızı rəngdə rənglənsin. Gətirəm, buranı seçirəm. Bura girirəm və burada conditional var. Buranı görürsünüz yuxarı. Bura. Burada birincidən dördüncüyə girəcəm. Birincidən dördüncüyə girəcəm. Yazacağım, harada plus varsa olsun green rəng. OK, belə vuracam. Sonra gətirəcəm, yenə deyəcəm, harada buranı seçirəm. Bura girirəm. Birinciyə girirəm, dördüncüyə girirəm. Deyirəm, harada minus varsa olsun qırmızı. Və bunu yenə bu tipdə tətbiq elədim. Sonra buranı seçirəm. Cədvələ salıram. Buranı da cədvələ salıram. Səliqəli bir şəkildə. Və bu olur belə bir cədvəl formasında. Və bunu mən bu formada düzəltdim. İndi nə edəcəm? Gətirəcəm, bir dənə də şey düzəldirəm. Cədvəl düzəldirəm və bu cədvəldə tutaq ki, ara bölgülər falan var. İndi şəklini atacam, görəsiniz. Məsələn, Araz marketin tutaq ki, belə deyək, blank forması var. Onu düzəltmək lazımdır. Təzə səhifə açıram aşağıdan. Təzə sheet. Bu mənim sheet 2-dir. Bunun adını qoyuram. İş qrafiki cədvəli, iş qrafiki cədvəli. Burada yazıram blank cədvəl. Blank cədvəli. Adını belə qoy. Bu blank cədvəlini belə düzəldəcəm. Tutaq ki, bura mağaza adı yazılır və bura mağaza adı qeyd olunacaq. Bura vururam. Yazıram mağaza adı. Enter. Böyüdürəm yuxarıdan. İşçilərin adı.
Yəni qeydiyyat tarix. Atacağım formaya baxasınız. Şriftləri də Azərbaycan şriftinə yazmalısınız. Burada yazacağım ki, misal üçün burada nəsə bir söz yazılmışdı. Vəziyyət tutaq ki, belə bir söz. Evli, arası belə boşluq qoyulmuşdu. Evli, subay, belə bir forma. Bunu belə yazandan sonra buranı seçib cədvələ salarsınız. All borders. Buranı cədvələ salacağım. Tutaq ki, buralar birləşməlidir. Başlıq birləşməlidir. Buranı seçəcəm. Merge center. Bunu vuracağım. Buranı birləşdirəcəm. Təzədən bura birləşməlidirsə, buranı seçəcəm. Burada da merge center sözüm var. Bunun üzərinə vurub buranı birləşdirəcəm. Hara qədər istəyirəmsə birləşdirmə, ora qədər birləşdirəcəm. Birləşdirdim. Küçültü aşağıya doğru dartacağım. Formanı hazır edəcəm. Buranı da seçib, buranı birləşdirəcəm. Merge center. Cədvələ salacaq. Buranı vuracaq, rəhləyəcək. Böyləcək. Bu da bunu yaratmış oldu. İndi belə eləyəyim. İndi gözləyim.